Xoş gördük əziz dinləyicilər. Dünənləri Avstraliyada Yəhudilərin Hanuka bayramını keçirdiyi sahildə, deməli, bir Pakistanlı 50 yaşlı ata 24 yaşlı oğlu ilə əlində tüfəng alaraq Yəhudilərə orada atəş açıb və 16 nəfər ölüb, 60-a yaxın insan yaralanıb. Bunu isə 43 yaşında yenə də bir müsəlman İdlibdən, Suriyadan olan bir qaçqın Əhməd Əl-Fəttah Əl-Əhməd qarşısını alaraq özü də yaralanıb, amma rəqibi də zərərsizləşdirib. Allah Əhməd Əl-Fəttahdan razı olsun ki, bütün müsəlmanların abrını əlbəttə ki, qorumuş oldu. Bu mənada bəlkə də Avstraliyada bundan sonra yenidən İslamofob hadisəsi, bütün dünyada İslamofobiya ortaya çıxacaqdır ki, bunu da Əhməd Əl-Fəttah qarşısını aldı öz yaxşı müsəlman çıxışı ilə. Baxın mənim əzizlərim, mən burada nə demək istəyirəm? Burada demək istədiyim məsələ nədir? Bu nəyin bəhrəsidir? Bu günləri sələfi, firqəçi dinçiliyin ölkələrində aparılan dinçiliyin nəticəsidir. Bütün dünyada istər firqə şiyələr olsun, istər sünnilər olsun, istərsə də bugün sələfilər olsun, hər kəsdə bir Yəhudi lənəti var. Özdə Qurandan sitat çəkməklə bildirirlər ki, Allah Yəhudilərə lənət eləyib. Bu da bunun əsəridir. Belə cahil insanlar, belə maymaq insanlar da düşür ortaya və deyir ki, güya mən gedib Allahın lənət etdiyi bir xalqı öldürürəm. Amma unudurlar ki, Allah Quranda istər Lut qövmü olsun, istər Səmud qövmü olsun, istərsə də Salihin qövmü olsun, lənətlədiyi tayfanın heç birini bu dünyada qoymayıb. Allah lənətlədiyi tayfaların hamısını öldürüb yoxa çıxardıb o tayfaları. Yəni, tövbə estağfurullah, Allah Yəhudilərə gücü çatmırdı mı ki, siz indi onun işini davam elətdirirsiniz? Allah heç bir yerdə Quranda Yəhudi lənətlənməyib. Bu insanlar hələ Yəhudilərlə Bəni İsrailin fərqini belə bilmirlər. Allah heç bir günahsız insanı, bugün dünyaya gəlmiş bir insanı lənətləyə bilməz. Bu Allahın ədalətinə uyğun deyil. Çox təəssüflər olsun ki, bugün istər İran mollaları olsun, istər əhl-i sünnə mollaları olsun, yalnız və yalnız Quranın, Allahın ziddinə gedərək bu günləri Qurandan sitat çəkməklə güya Yəhudilər lənətlənib deyə onlara qarşı bir fobiya qaldırırlar və unudurlar ki, Allahın ən mübarək ayələrindən biri odur ki, günahsız bir insanın öldürülməsi bütün fəlakəti, bütün bəşəriyyəti öldürmək kimidir. Bax, bunu danırlar, çünki bu insanlar müsəlman deyirlər. Bax, mən həmişə bunu demişəm ki, firqəçilik müsəlmanlıq deyil. Firqəçilik hansısa ağanın, hansısa başı papaqlının, hansısa kələmbaşın qulu olmaqdır. Allahın qulu olmaq deyil. Təşəkkür edirəm diqqətinizə görə.